uşaqlar, daha bir məsələnin izahına baxaq. Deməli deyir ki, inşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, hava bu bir havadır. Bizim bu havamızdır. Havada deyir 78% azot var. Azot 78%. Oksigen 21%. Karbon qazı isə 1%'dir. Zalın həcmi 400 kubmetr olarsa, yəni bu bizim zalımızda 400 kubmetr hava var içərisində. Havada olan oksigen qazının həcmini hesablayın. Əgər 400 kubmetrin içində 21% oksigen varsa, 400'ün %21%'i nə qədər edir? 84 edir. Deməli ki, 400 kubmetr havada 84 kubmetr oksigen var imiş. Və yaxud uşaqlar, həcm payına görə biz bunu hesablaya bilərik. Verilən, məsələn, sizdən oksigenin həcm payını soruşur, elə deyilmi? Oksigenin həcmini bilirsiniz, bilmirsiniz. Bölürsünüz ümumi həcm nə qədər idi? 400'ə. Vurursunuz 100'ə, bərabərlə 21%. X-imiz olacaq 84. Belə də tapa bilərsiniz. Və yaxud sizdən soruşsa ki, 400 kubmetrin içində nə qədər azot var? 400'ün %78%'ini tapırsan.